Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün qulançar, başqa adı ilə quşqonmaz, digər adı ilə mərəçöyüd adlanan bu bitkidən iki formada yemək hazırlayırıq. Qulançar əsasən dağətəyi yerlərdə aprel ayında bitir, may ayının axırında da demək olar ki, soğuşur. İndi yenə də bazarlarda var. Çox faydalı bir bitkidir. Əvvəlcə yuyuruq, təmizləyirik. İki formada yemək hazırlayırıq. Ona görə bir hissəsini doğrayırıq, lobya kimi. Digər hissəsini isə bütöv halda bişiririk. Qulançarın faydaları o qədər çoxdur ki, yəni tərkibi çox zəngindir. Qanda şəkərin miqdarını aşağı salır. Bədəndən toksinləri, yəni uzun müddət dərman istifadə edən insanların bədənlərindən toksin təmizləmək üçün qulançardan istifadə etmək olar. Eləcə də beyin qan dövranına, böyrəklərə, bir sözlə faydaları çoxdur. Ona görə də mövsümündə imkan daxilində istifadə etmək lazımdır. Təsadüfi deyil ki, qulançarın qiyməti çox yüksəkdir. Yəni bəzən ət ilə bərabər qiymətə ola bilir, yaxşı keyfiyyətli qulançar. Bişirmək üçün biz bir hissəsini doğradıq, 2-3 dəqiqə suda pörtlədik. Digər hissəsini bütöv halda azacıq pörtlədirik. Eyni zamanda pörtlətmədən də bunu bişirmək olar. Dadında acı tamlıq var, amma belə götürəndə o acılıq da xoş gəlir və çox gözəl dadı var. Eyni zamanda yəni bunu istifadə edənlər dadından çox faydasına görə, yəni mövsümündə bundan istifadə edir. Hətta belə pörtlədib soyuducunun buzluğunda qış üçün də saxlamaq olar. Biz tavaya zeytun yağı əlavə edirik və isinən zaman biraz duz əlavə edib qulançarları tavaya düzürük və az müddətdə qızardırıq. Yəni tavanı tərpədərək çalışırıq ki, alt-üst hamısı isinsin, qızarsın. Bu şəkildə hazırlayırıq. Qatıqla, sarımsaqla yemək olar, belə yemək olar. Çayını dəmləyib içirlər. Eyni zamanda çiy formada da qulançarı yemək olar. Əsas odur ki, istifadə edilsin və faydaları görülsün. Yeməyin az qalını üzərinə 1-2 diş sarımsaq doğrayıb əlavə edirik və demək olar ki, yemək bu şəkildə hazır olur. Çox gözəl görünüşü, dadı, tamı və faydası vardır. Düzdür, Azərbaycanda mənə elə gəlir ki, çox da tanınmır. Çünki çox zaman bazarlarda biz bunu alarkən görürsən ki, insanlar satıcıdan soruşur ki, bu nədir, bunu necə istifadə edirlər, nəyə faydalıdır, belə suallar olur. Ancaq Avropada, Türkiyədə daha çox qiymətlidir və çox istifadə edilir. Biz yeməyin bir formasını o cür bütöv şəkildə bişirdik. Digər formanı hazırlamaq üçün kərə yağı ilə soğanı qovururuq, yəni soğan qızılı rəngə çalan zaman doğrayıb pörtlətdiyimiz mərəçöyüzü bura əlavə edirik. Eyni ilə lobyanın qovrulması kimi biraz duz əlavə edirik və qapağı örtürük. Bir pomidor da soyub kiçik formada doğrayırıq. Bunu da yeməyin üzərinə əlavə edirik. Yəni bunu pomidor vurmadan kimsə sarı kök vura bilər və yaxud azacıq tomat vurmaq olar. Yəni bunlar zövqə görədir. Ancaq bu formada olanda çox gözəl, yaşıllı, qırmızılı görünüşü də gözəl olur, dadı da gözəl olur. Ara-ara qarışdırırıq. Dediyim kimi çox da belə bişirməyə, qaynatmağa gərək yoxdur. Üzərinə 1 və yaxud 2 zövqə görə qarışdırılmış yumurta əlavə edirik. Yenə də qarışdırırıq və bir neçə dəqiqəliyə qapağı bağlayırıq.
Yumurtalar biraz pişsin. Sonra bura qara istiot, pul biber, sarı kök, buz. Bu ədviyalardan zövqə görə vururuq. Demək olar ki, bizim qulançardan hazırlanmış yemək hazırdır. 2 formada hazırladıq. Yenə də qeyd edirəm ki, bu formada da hazırlamaq olar. Bu cür bütöv halda da hazırlamaq olar. Eyni zamanda az-azıq pörtlədib, üzərinə duz vurub yemək olar. Həmçinin çiğ formada da yemək olar. Əsas odur ki, istifadə edilsin. Bugünkü videomuz burada başa çatdı. Videonu bəyəndinizsə, bəyən düyməsini basın və kanalımıza abunə olun ki, yeni videoları görə biləsiniz. Sağ olun, yeni videolarda görüşənədək.